Salam, hər vaxtınız xeyir. Gördüyünüz kimi kartofdur. Deməli 6-7 ədəd kartofdur. Soyulub, yəni bu formada atılıb. Deməli püre eləyəcəm. Soğan, yəni kubik formasında doğramışam bunu. Belə bir gördüyünüz formada. Yəni bunu ümumiyyətlə püreyə belə deyim, yəni soğanı halqavari və yaxud da başqa bir formalarda doğramaq düzgün deyil əslində. İndi tavanı qoymuşam isinməyə. Belə soğandıq tavasıdır, alüminium materialı. Yağ əlavə edib soğanı əlavə edəcəm bura. Kartof da qaynayandan sonra prosesləri bir-bir çəkib göstərəcəm. Yağını əlavə edirəm. Az öncə zeytun yağı əlavə etmişdim biraz sonra. Yenə də duru yağ, üstündən kərə yağ əlavə edəcəm. Deməli, kərə yağ əlavə edəcəm, hələ yox, biraz soğan pörtləndən sonra. Ümumiyyətlə, mən soğana həmişə duz əlavə edirəm cüzü. Yəni, özün belə deyək də tez soğan ölsün deyənə, belə deyirlər, yəni yumuşalsın. Daha tez yumuşalsın, həmin formanı alsın. Bir şeydə diqqətinizi çatdırım. Deməli, ümumiyyətlə kartof qaynayandan sonra, qaynara düşəndən sonra çoxları belə deyək. Yəni, bu suyu tam olaraq boşaldır və həmin o soğandağı əlavə edirlər püreye. Əslində yox. Çünki əslində yox deyəndə, yəni olmamalıdır elə. Adam var ki, quru formada xoşlayır, adam var sulu. Yəni, bunu bulyon suyu ilə də əlavə eləmək olar, əvəz eləmək olar. Yəni, əlavə eləmək olar hətta. Yəni, mən ümumiyyətlə bu qaynayandan sonra pürenin öz kartofun suyundan müəyyən qədər saxlayıram dibində. Çünki onu həm əzəndə daha rahat bir formada əzilsin deyə. Həm də ki, soğanı əlavə edəndən sonra bunun öz suyu tam başqa, yəni dadda verir püreye. Və əlavə olaraq süd əlavə edənlər var, misal üçün ilmanqı formada. Yəni, biraz dad dəyişikliyi də olur və yaxud da pürenin daha da süd yumuşal belə deyək də, eləmir, yumuşaq eləmir. Püre biraz yəni yapışqan formasında olur, kley formasında. Yəni, mən özümdə eləmişəm, yəni də bu təcrübədə bunu keçirdib test eləmişəm, yəni görmüşəm necə bir formada olur. Amma süd mən eləmək demirəm pisdir. Sadəcə olaraq mənim nəsə xoşuma gəlmir. Yəni, öz təbii qaydasında olmağı daha yaxşıdır. Ümumiyyətlə, püre yeməyi haqqında, yəni onu deyə bilərəm ki, püre yeməyi çörək əvəzi də yeyilir. Əslində bunu çoxları bilmir, çünki bu belə deyək də kalorili, zəngin bir yeməkdir. Həm də bahalı bir yemək nevinə də aid deyil, çünki ət yoxdur tərkibində. Tez hazırlanan, yəni doyumcul bir yeməkdir kartof. Yəni həm də kalorili. Deməli, kərə yağını əlavə elədik, qızarana yaxın. Soğan yavaş-yavaş qızarır. İndi sarı kökünü əlavə edəcəm üzərinə. Sarı kökü əlavə olundu üzərinə. Xoriyən aspekti. Qızarsın. Pürədə kartof pişənə kimi, qızarana kimi. Soğan qalacaq kənarda, altısında qalacaq. Kartoflar da qaynayır. Gördüyünüz kimi birazdan baxacaq. Bunu da ümumiyyətlə, yəni vilka ilə belə deyək də, pişib-pişməməsini yoxlamaq üçün vilka ilə, yəni müəyyən elə bir toxunuş eləyirik, yox elə pişmir. Deməli, bu göyərtidə tərkibində şüyüd, cəfəri kişniş, bir az da reyhan, bir ədəd də belə deyək, yəni belə bu qədər. Kük eləyəcəm, 4 yumurta əlavə eləyəcəm üzərinə. Duzu istiyordur bu heç. Bir də ki, onu da qeyd edeyim. Ümumiyyətlə, kükünü eləyəndə yenə də deyirəm, tava qaynar olmalıdır. Yağ, yəni dağ olmalıdır ki, tavaya yapışmasın, həm də o öz formasını yaxşı saxlayır onda. Soğan bu formada öz görüntüsünü aldı. Gördüyünüz kimi, yəni belə qırmızı rəngdə qızarır. Gördüyünüz kimi kükümüz artıq pişib, bayaqları göyərti göstərmişdim. Həmin göyərtidən
Belə bir kükü hazırlamışam. Bunda qara tavada, Sovetin tavası da bilənlər bilir. Daha yaxşı bişirir. Belə bir küküdür. Altın söndürür. Bu da püremiz. Yani ben bunu püreye zəmlə əzmədim. Vilka ilə əzdim. Yani içində də dənə-dənə qalanda daha yaxşıdır, dadlıdır. Başıqla belə yumuşaq, baxın, sulu bir formada püreli qəşəng. Göyərçə də əlavə olmalı, duzu, istiyordu. Yani herkesin hoş olsun.